Azərbaycan Respublikasının himninin musiqisi və sözləri kimə məxsusdur? Sözləri Əhməd Cavadın, musiqisi Üzeyir Hacıbəyov. Bayrağımızdakı rənglər nəyin simvoludur? Mənası nədir? Göy rəng, müasirlik, qırmızı demokratiya, yaşıl İslam. Sözləri Əhməd Cavad. Bəli. Bu da Hüseyin. Əhməd Cavad olmalıdır. Sözləri Əhməd Cavadda, musiqisi Üzeyir Hacıbəyova. Bir də ki, bayrağımızdakı rənglər nəyi bildirir? Yəni mənası? Göy rəng müstəqilliyimizi, qırmızı rəng müasirliyimizi, yaşıl rəng İslamçılığımızı. Musiqisi Üzeyir Hacıbəyov, sözləri Əhməd Cavada. Azərbaycan Respublikasının bayrağındakı rənglər nəyin simvoludur, mənası? Qırmızı, yaşıl göy, yaşıl müsəlmançılığımızı, göy suverenliyimizi, qırmızı da vətənpərvər olduğumuzu bildirir. Himninin musiqisi və sözləri kimə məxsusdur? Təşəkkür ederim. Üzeyir Hacıbəyov. Və sözləri? Sözləri də Əhməd Cavadın. Azərbaycan ümumiyyətlə bayrağımızdakı rənglər nəyin simvoludur, nəyi bildirir? Türkçülüyü, sonra nədir? Mərdliyi, bir də ki, qırmızı bu. Türkçülüdür, mərdlikdir, bir də ki, nədir? İslamlığı. Sözləri Əhməd Cavadın, musiqisi Üzeyir Hacıbəyov. Bayrağımızdakı rənglər nəyin mənasını bildirir? Türkçülük, demokratiya, müstəqillik. Azərbaycan Respublikasının himninin musiqisi və sözləri kimə məxsusdur? Əhməd Cavad, Üzeyir Hacıbəyov. Və bayrağımızın rəngləri nəyin simvoludur? Onu dəqiq bilmirəm, amma belə ki... Yəni kömək üçün deyə bilərəm, göy, qırmızı, yaşıl. Onlar, mən bilən göy türklüyü bildirir, qırmızı ateşpərəstliyi, yaşıl İslam. Musiqisi Üzeyir Hacıbəyov, sözləri də Əhməd Cavad. Azərbaycan Respublikasının himn bayrağında rənglər nəyin simvoludur? Biri türkçülüyü. Biri deyəndə hansı? Onu dəqiq deyə bilmərəm, yadımdan çıxır. Biri türkçülükdür, biri İslamdır. Biri də ki, müasirlik. Əhməd Cavad, musiqisi də ki, Üzeyir Hacıbəyov. Bayrağımızdakı rənglər nəyin simvoludur? Mənası yəni? Yaşıl rəng, müsəlmançılıq, qırmızı rəng, türkçülüyü, qırmızı rəng, türkçülüyü, yaşıl rəngdəki İslamçılıq. Göy rəng qaldı. Göy rəngdəki müsəlmançılıq. Müasirliyimiz.